Deməli, üzünün düşməyin istəməyən hərbiçi dostumuz gəlib. Deyir, çıxardacam külçəni. Çək. Ooo, halaldır. Qardaş, bax bu külçədir, dostlar. Gəlirsiniz siz də. Bunu çıxarırsınız. Qayıb olur. Saxla baxsınlar. Zəhmət olsun, qarşıdan çək bunu. 10 dəqiqə. Belə eləmədi, normal saxla. Yox, belə saxla. Elvin bir saat saxlayalım. 10 dəqiqə saxla. 100 manat veririk sənə. 10 dəqiqə. Tamam oldu. 100 manatını aldın, getdi. Əlavə olaraq burada 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə də var. 30 manat, 10 manat, 20 manat. Amma yəni 10 dəqiqə 100 manat alırsan rahat. Burada peçeynən var. Ha, 30 saniye ərzində yeyib bitir. 30 saniye yeyirsiniz bunu. Çox udursuz, qalib gəl. Udursuz nə idi? 10 Sonra manat tökün. hədiyyədir qardaş. 30 saniye ye bunu, 10 manatını götür get. Yəni bax belə. Həm peçen yeyirsən, həm də 10 manat pul mükafatı alırsan. Yerimiz Şabran şəhərindədir. Dostlar, bu mənim yeni səhifəmdir. Daha doğrusu əvvəlki səhifəmdir. Oğurlanmışdı, geri qaytardılar. Kim izləmirsə, takip atsın. Ünvanımız Şabran şəhərindədir. Ulu Öndər Heydər Əliyevin adlı olan parkın mərkəzindəyik. Hər gün canlı musiqi var parkımızda. Həftədə bir dəfə musiqiçilərin istirahəti olur. Həmin gün gəlsəz, məni danlamayın. Ən əsas, səhifəni izləyin, izləmədə qalın. Özünüzə yaxşı baxın, özünüzü qoruyun.